Davam edək. Vətəndaşlar müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların təhsildə keyfiyyət təminatı agentliyi tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir. Bəs əslində necədir? Daha ətraflı istərdim əməkdaşımız bizə geniş məlumat versin. Fidan Mədətova həmsöhbətimiz olacaq. Salamlayıram Fidan, səni, buyur. Salam Aynur, hər vaxtınız xeyir olsun. Bəli, son zamanlar xaricdə təhsil şirkətlərinin sosial media hesablarında və onların elanlarında bu kimi, belə deyək, vətəndaşları xaricdə təhsilə təşviq eləyən məlumatlar yayılır. Hansı ki, qeyd olunur ki, təhsil aldıqdan sonra vətəndaşların diplomları təhsildə keyfiyyətin təminatı agentliyi tərəfindən tanınacaq. Hətta buna zəmanət verilməsi ilə bağlı da məlumatlar yayılır. Bəs bunlar nə dərəcədə reallığı əks elətdirir? Həqiqətənmi təhsildə keyfiyyətin təminatı agentliyi hər hansı xaricdə təhsil şirkəti ilə bu tanınma prosedurları çərçivəsində əməkdaşlıq aparırmı? Bizim suallarımızı Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin şöbə müdiri Elnur Xəlilov cavablandıracaq. Salam Elnur bəy, sözü gedən məsələ ilə bağlı detalları sizdən öyrənmək istəyirik. Həqiqətən hər hansı əməkdaşlığınız varmı xaricdə təhsil şirkətləri ilə və digər detalları toxunaq? Bildiyiniz kimi qəbul prosesi yaxınlaşdıqca xaricdə təhsil şirkətlərinin fəaliyyətləri son zamanlarda intensivləşib və bunlar gəncləri öz fəaliyyətlərinə cəlb etmək üçün müəyyən reklamlar paylaşırlar və reklamlarda xaricdəki ali təhsil müəssisələrinin diplomlarının təhsildə keyfiyyət təminatı agenti tərəfindən tanınacağına dair vədlər verirlər. Hələ də bu vədlər sərhədlərini aşaraq zəmanətə çevrilir. Biz təhsildə keyfiyyət təminatı agenti olaraq qəti surətdə bildiririk ki, biz heç bir xaricdə təhsil şirkəti ilə və ya universitetlə əməkdaşlıq etmirik və xaricdə əldə olunmuş kvalifikasiyalar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydaları əsasında tanınır. Yəni tanınma prosesi o qaydalar əsasında həyata keçirilir. Biz buradan gənclərə özümüzü tutaraq bir çağırış etmək istəyirik. Seçdikləri ali təhsil müəssisələrinin əvvəla lisenziyasının olmasına diqqət etmələri lazım və akkreditasiyasının, yerli keyfiyyət təminatı qurumu tərəfindən verilmiş akkreditasiyasının olması tanınma üçün ən başlıca şərtlərdən biridir. Digər bir məqam isə seçdikləri ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müəyyən təsnifatlar var. Bakalavriat, magistratura səviyyəli təsnifatlarda yer almasına diqqət etmələridir. Çünki seçdikləri ixtisas həmin təsnifatlarda yer almazsa, təəssüf ki, nəticədə biz onların diplomlarını tanıya bilməyəcəyik. Digər bir məqam isə təhsil formasıdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əldə olunmuş əyani və qiyabi təhsil alma formalarına münasibətdə tanınma həyata keçirilir. Burada bir nüansa diqqət çəkmək istəyirəm. Qiyabi əczaçılıq və baytarlıq təbabəti ixtisasları üzrə tanınma həyata keçirilmir. Buna diqqət etmələrini tövsiyə edirik. Digər bir məqam isə təhsilin normativ müddətidir. Vətəndaşlarımız təhsil aldıqları ölkə ərazisində təhsilin normativ tədris müddətinin ən az yarısı qədər orada olmalıdırlar və bu müddət ənənəvi təlim metodası formal qaydada əldə olunmuş təhsilin üstə ikisindən az olmamalıdır. Yenə burada bir nüansa diqqət etmək istəyirəm. Tibb və səhiyyə ixtisasları üçün bu müddət təhsilin bütün dövrünü əhatə etməlidir. Digər bir məqam isə açıq öyrətim təhsil forması üzrə olan reklamlardır. Son zamanlarda bu reklamlar intensivləşib. Bunu xüsusilə qeyd etmək istəyirik ki, açıq öyrətim təhsil forması üzrə əldə olunmuş kvalifikasiyalar Azərbaycan Respublikası ərazisində tanınmır. Təşəkkür edirəm Nur bəy, çatdırdığınız detallı məlumatlara görə və bəli, xaricdə təhsil şirkətlərinin yalançı vədləri ilə bağlı detalları sizdən bölüşməyə çalışdıq. Hansı ki, vətəndaşlar hansı məqamlarda diqqətli olmalıdırlar və xaricdə təhsil alarkən diplom tanınması prosedurları hansı şəkildə həyata keçirilir, bununla bağlı olan detalları bölüşməyə çalışdıq. Hələ ki, məlumatlarımız bu qədər idi. Söz yenidən xəbər mərkəzindədir. Çox sağ ol Fidan. Həmçinin müsahibinə də minnətdarıq ətraflı məlumatın üçün.